Hər kəsin danışmağa dəyər bir hekayəsi var. Güclü və ilham verici həyat hekayələri. Əlilliyi olan şəxslərin uğur və motivasiya dolu hekayələri. Mənim hekayəm ARB və Dost TV-də. Xoş gördük, dəyərli izləyicilərimiz, mənim hekayəm efirdədir. Hər zaman sizə çox maraqlı qonaqlar təqdim edirik. Həm idman sahəsi, həm incəsənət sahəsi, hər bir sahədə uğur qazanan insanları həmkarım Gülnar xanımla birlikdə təqdim edirik. Bu dəfə də Gülnar xanım eyni zamanda maraqlı bir qonağımız var, istedadlı və güclü bir qonağımız var. Bəli, əslində bizim qonağımızın timsalında gücün təkcə fiziki anlayış deyil, həm də insan iradəsinin ən yüksək forması kimi tanıyacağıq. Qonağımız, qəhrəmanımız paralimpiya çempionu. Çox maraqlı bir idman növü üzrə powerlifting, yəni ağırlıq qaldırma idman növü üzrə Gündüz İsmayılovdur. Xoş gördük. Dəvətinizə görə təşəkkür edirəm. Bu ilk verilişdə biz bir neçə il öncə görüşmüşdük, yanımdadır. Bu veriliş sırf motivasiya baxımından istəyirik, anlaşılsın. Tək fiziki güc yox, əsasən ruhən güc olsun. Çünki bizdə fiziki güc əzələ ilə ibarətdir. Əzələ ilə vaxtsa sizə yox deyə bilər. Ha vaxtsa sonu bitə bilər, amma ruhunuz onu yenə də daim işlədə bilər. Hərəkətdəki həyat hərəkətdən ibarətdir. İnsan hərəkət eləməlidir. Mən onu həmişə demişəm. Yəni, əgər qaça bilmirsənsə, otur, nəsə bir hərəkət elə, uzanan yerə elementanı, barmaqdır, gözdür, neysə hərəkəti daim olmalıdır insanda. Hər bir hərəkət dayandı, insan öldür. Gündüz bəy, istəyərdik biraz başa qaydaq, illər əvvələ qaydaq. Gündüz İsmayılovu daha yaxından tanıyaq. Çünki bu əzələ kütləsini toplamaq uzun illərin nəticəsidir. Tək dediyiniz kimi əzələdən getmir söhbət. Eyni zamanda həyat motivasiyası, özünə inanıb addımlamaq. Siz illərcə hər zaman idmanla məşğul olmusunuz. Hər sahədə, istər əlilliyi olan şəxslər arasında, istər sağlamlar arasında və həmişə də uğur qazanmısınız. Bunu bir şahidi olmuşam mən şəxsən özüm də. Və istəyirəm biraz əvvələ qayıdım ki, bax həyatınızda nə baş verib, əlillik var həyatınızda. Çünki bizi izləyən izləyicilərimiz, tamaşaçılarımız, əlilliyi olan şəxslər də var, hansı ki, görüb sizdən böyük güc, motivasiya da ala bilər və yaxud da özündə inam yarana bilər ki, Gündüz İsmayılovun həyat hekayəsini dinləyək. Dediyiniz kimi o əzələ kütləsi, məndə əzələ kütləsi bodybuilderlər kimi yaranmayıb. Yəni, bəli, onlara bənzəsə də həcm məsələsi, məndə bu bəzən belə əks təsir, həyatın əks təsirindən əmələ gələn bu məndə gücdür. Çünki psixoloji mən həmişə məni 3 yaşında paraliç vuranda eyni zamanda məndə beyində fikirlər yarandı. Həmin o ilk anlar dünyanın ən güclü adamı olum. Hətta anama bir dəfə demişdim, təzə dil asanın dünyanın ən güclü adamı olacağım. Və məni ciddi qəbul eləmir, hətta həkimlərə müraciət edirlər ki, uşaqda nəsə ola bilər. Həkimlər deyir ki, bunun psixoloji problemləri var. Paraliç nəticəsində hardasa belə. Amma elə deyil, mən o sözü həmişə dedim və gözümün qabağında mənim ən pik formada olan əzələ kütləm, qaldırdığım çəkilər və o dünya arenalarında insanların alqışlamağı o gözüm qabağına gəlirdi. Mən onu yazırdım. Onun xəyalını qururdunuz həmişə. Bəli, insan öz taleyini özü yazır. Heç kim onu yazmır. Yəni, mən o taleyi o gündən yazırdım. Bugünə kimi də mən yazıram hər şeyi və o olur. Siz təsvir edirsiniz. Siz demirsiniz ki, mən bunu tutaq ki, fərq yox idmanda, biznesdir. Ya da kimsə avtomobil qəşəng işləyir, kimsə gözəl bir obyekt istəyir, onda olsun, evi olsun. Siz onu demirsiniz ki, məndə olacaq, yox. Siz onu deyirsiniz, məndə bu var və buna inanırsınız.
Həmçində bu güc, hər şey, bədənli, güclü, qələbədir. Mən də deyirdim, mən çempionam, mən olimpiya çempionu, dünya rekordçusuyam. Mən o körpəlikdə deyirdim. Mən artıq oyam. Və illər keçdikcə sən həmin onu yaşayırsan. Biznesdə də, liboy, arzuladığın hər bir şeyi yaşayırsan. Yəni o inanla, vizualizasiya deyirlər, yəni onu yaşayırsan. O deməkdir kimsə, hansısa psixoloq sizə desin, siz mənə deyin, onunla alınmır. Onu içəridə, onu yaşayırsansa və heç nədən qorxmamalısan. Heç ikinci planı düşünməməlisən. Bir planda 100 dəfə atıldığı şeydə birini tutmalısan. Çünki bütün uğurlu insanların milyon dənə də bir dənə tutduğu Cəhd. o onu uğur aparır. O birdən bir ona getmir. 100 dənə də birini tutur və onu uğur getirir həyatda. Yəni nə deməkdir? Hər dəfə sən sınacaqsan, sənə inandıracaq. Mən həmişə deyirlər ki, alınmaz. Bugünkü günə görə də deyirlər, bax indi bu il 54 yaşım olacaq. Məni bu formaya getirən ancaq fiziki. Yəni Gündüz İsmayılov öz belə deyək də əlilliyini zamanla öz uğuruna çevirməyi bacarıb ki, bunu görmürəm. Bəli, orada qayıdacağam və çox insana o barədə deyəcəm. Orada bir belə şey motivasiya məndə yaranmışdı. Biz oturub biz düzgün hər şey həzm eləsək, qəbul etsək. Mən həmişə uşaqlıqda düşünmüşəm ki, mənə heç bir insanın yazığı gəlməsin. Ona görə mən çalışmışam necə fiziki cəhətdən, əgər məndə əlillik varsa, fiziki əgər bir məhdudiyyət varsa, demək o onun qüsuru yox, çalışmalıdır. Hər bir cəhətdə bir neçə qat üstün olmalıdır hardasa. Çünki eyni olanda adi insandan həyat o fiziki məhdudiyyəti olmayan insanı seçəcək. Həm ailə baxımından, həm sevgi baxımından, xanım baxımından, hər bir baxımdan seçəcək onu. Çünki hər bir insan o məhdudiyyəti görür. Yəni biz ona inanmıyaq ki, biz sizi olduğunuz kimi qəbul edirik. Bəli, o şey var. Siz hansı sevirsən, qəbul edirsən. Amma göz gördüyünü görür də. Gördüyünü gördür. Elementanı biz gedirik hardasa nəsə maşın seçirik falan. Biz seçirik ən yaxşısını qəşəngdir. İnsan da elə seçirdi ki, boyu olsun, buxunu olsun. Əgər səndə boy buxunu yoxdur, demək nə eləməlisən? Sən ya fiziki, adi insandan qat-qat, bir-iki dəfə yox, qat-qat ondan həm fiziki güclü olmalısan, həm ondan ağıllı olmalısan, həm də ondan uğurlu olmalısan ki, həyat səni qəbul etsin. Yəni belə bir söz var da, cəmiyyətə yararlı bir vətəndaşa çevrilmək. Həm də məhdudiyyəti transformasiya edib bir fürsətə çevrilmişsən. Və o sözü heç bir mənada inandırmamalısan ki, sənin fiziki məhdudiyyətin var. Mən özüm necə eləmişəm? Mən həmişə aktiv tədbirlərdə iştirak eləmişəm. Əlillər keçirdiyi tədbirlərdə sağlam idmançılar və yaxud dövlət səviyyəsində hər yer aktiv iştirak eləmişəm. Amerikada 4 il yaşamışam, orada seminarlar keçirmişəm. Mən orada böyük bir klinikada reabilitasiyayla məşğul olmuşam. Yəni bunlara gələcək, amma bir sualım var. Bu əlilliyi aşıb dediyiniz kimi əlilliyi uğura çevirdiniz. Dediniz ki, məndə bu yoxdur, bu məhdudiyyəti mən görmürəm. İdmana həvəs hardan yarandı? Necə başladınız ki, artıq o bilirsiniz necədir? Bu gün elə şəxslər var ki, məsələn deyirik ki, sabah gedərəm. O sabah olur, nə qədər sabah və zamana buraxırıq və gedir artıq baxırıq ki, 10 il keçib. Bax, indi necə başladınız? Sabah sözüdür. Mənim ən xoşuma gəlmədiyim söz sabahdır. Hər bir şey, tək idmanda yox. Elementarlı hər bir sözdə insana nəsə etiraf eləmək istəyirsən. Sən ki istəyirsən, onu bugün elə. Sabah sənin günün deyil. Sabah olmaya da bilər. Bax, siz necə başladınız? Maksimal mən hər şeyə yanaşmışam. Maksimum hər şeyə. Bugün, bu saat, bu saniyə. Mənə indi qeyrimə gəlsə onu o gün eləyirdim. Mən demirdim. Mən fikirləşmirdim sabahı. İndi də elə sabahı fikirləşmirəm. Mən bugün yaşayıram maksimallə. Bütün həyatımın zövqünü bir anda yaşayıram. Mən düşünmürəm ki, bunu yaşadım, sabah mənə çatmayacaq. Sırf elə pul baxımından da, ya da ki, axırıncı pulum ola bilər, olub elə ki, bir gün sizə bir zaman içində onu xərcləmişəm və yaxud o zövqü yaşamışam. Yəni, öz taleyimdə onu doldurmuşam. Həyat emosiyadan ibarətdir. Emosiya insanı cavan saxlayır, güclü saxlayır, sağlam saxlayır. Yəni, emosiya dəyər, emosiyanın sabah olmayır. Ona görə həm də o dediyiniz niyə görə gəldim, bir ki, müqayisə dedim ki, insan üstün olmalıdır ki, adi insan qərbimdən xoşlanmırdım, mən hiss edirdim insanların baxışını. Uşaqlar vardı, o mənə oynamaq istəmirdilər həyətdə.
oturdum tək kimsə gülürdü, amma mən incimirdim. Mən o vizualizasiya dediyim sözü mən yaşamışım, mən bilirdim mən kim olacağım axırda. Mən rahat, mən hətta Allaha dua eləyirdim, arzuladım, ay Allah dəyməyin. Yəni, bu insanlar bilmədən bunu düşünür. Bugünkü gündə nəinki yazıq gəlmək üçünsə, yəni çox güclü bir idman aləmində, dünya səviyyəsində hardasa mənim nəticələrimə yəni arzularınıza arzulayıb onları eləməyə, bəli. yəni hətta çox aqressiv yanaşanlar da olub ki, necə oldu? Bu çəkidə, bu vəziyyətdə bu insan bunu elədi, yəni mən o keçmişə qayıdıram. Bəli. Yəni indi də hazıram həmin nəticələr eləməyə, yəni məşq proseslərində. Və idmana qayıdığım həmin o şeydir, üstün olmaq adi insandan qat-qat. Cəmiyyət məni qəbul etsin və mənə məhdudiyyət gözü ilə baxmasın. Gündüz bəy, uşaqlıqdan dünyanın ən güclü insanı olmaq arzusunda olmusunuz və elə sizi bu yolla da idmana gəlmisiniz. Bəs ümumiyyətlə güc artıq yetişkin bir insan olandan sonra necə düşünürsünüz? Güc sizin üçün nə anlam ifadə edir? İnsan gücü nədir ümumiyyətlə? Güc, bir söz deyim sizə, güc mən onun bir vəzifə sahibim. Hətta tək ruhən yox, fiziki güc çox böyük önəmli bir şeydir. Halaq ki, siz özünüzü bir dağın başında yüksək hiss edirsiniz. Toxunulmaz, qorunmuş, sizin ruhunuz və cisminiz eyni qarmoniyada yaşamalıdır. Güc çox böyük şeydir. Güc insan heç vaxt deməməlidir ki, mən qadınam, qocayam, uşağam, mənim gücüm olsun. Yox, o olmalıdır. Hətta həmin dediyim o əzələ gücü də hələ içərdən də verə bilər sizin impulsa. Həm də çətin bir vəziyyətdə insan daha da güclü ola bilər. Çünki bizdə insan orqanizmdə belə bir hormon oyanmaları var. Bədənə stres düşür, fərq edir, idmanda və yaxud ağır həyatda, aclıqda, kasıbçılıqda ya da pis, ağır vəziyyətdə. Düşüncələrdən gəlir. Düşüncələrdə orqanizm deyil, siqnal gəlir ora, mən neyiniyim? Və o momentdə bizim bədən buraxır, nə lazımdır, həmin o hormonları, səni qorumaq hormonları. Həmin o daimi işləyəndə həmin o hormonlar insan həm cavan qalır, həm sağlam, həm ömrü uzanır. Bax, fikir verin, həmçə kreslo vəziyyətində oturan insanlar, bizneslə işləyən, heç bir hərəkət eləyən insanlar, hər şey yaxşı, yeməyə hər şey yaxşı, amma ki, uzun ömür yaşayan millər çox var. Bəzən ürək problemləri olur və yaxud hansısa bir şey. Çünki onlarda qoruyucu sistem az işləyir. Yəni, bilir ki, bu var, o var. Yəni, bu hər kəsə aiddir. Burada istər əlilliyi olmayan, istər əlilliyi olan şəxslər, yəni hər bir şəxs həm idmanla məşğul olmalıdır və eyni zamanda zehinsel olaraq özünü daha belə deyək, cəmiyyətə düzgün inteqrasiya üçün hazırlamalıdır. Kompis olmalı ilk növbədə insan özünə qarşı, insan öz ən onu zədə vuran rəqibi onun özüdür. Zehniyyətidir, bəli. Onun fikirləridir. Yəni, həyatda fərq yoxdur. İdman aləmində, müğənni olsun, biznesmen olsun, nədəsə qalib olmaq üçün, uğur olmaq üçün insan birinci növbədə özünü udmalıdır. Çünki insanda neçə bir kompleks yaşanır. Özünə inanmamaq və hətta öz görünüşünü bəyənməmək. O ən pis şeydir. Özünün xoşuna gəlməyəndə, güzgüyə çıxıb baxanda özünə xoşa gəlmir, o insan heç uğur tapa bilməz. Ona qələbə çalınmalıdır. Və inanmalıdır ki, mən cavanam, güclüyəm, yaraşıqlıyam, uğurluyam, həsədisi. Mənim hər şeyim var. Və dediyim kimi, mənim orada evim var, mənim orada aşağıda, məsəl üçün, ən bahalı maşını gedib oturub gedəcəyəm. Belə var. Siz uşaq alacağım, var. O həmin o vizualizasiya insanı aparıb oraya aparıb çatdıracaq. Gezi-tezi gedib aparıb çatdıracaq. Yəni, siz bu həyatı yaşamısınız və bu anları da yaşamısınız. Necə ki, uşaq vaxtından deyirsiniz, mənə başqa uşaqlar baxıb gülürdü, amma mən deyirdim ki, mən ən güclü adam olacağam. Həmin o qaldırdığım çəkilər, spor zallarda, neçə ilin qabaq, o utduğum qələbələr, mən bunların hamısını o vaxt görmüşdüm. Hiss edirdiniz. Yəni, qarşınıza qoymuşdunuz və məqsəd. Evdə hətta valideynlərim inanmırdı ona. Yəni, ciddi qəbul eləmirlər. Bax, biraz o uğurdan da istəyərəm danışaq, Gündüz bəy. Yəni, ilk uğurlardan danışaq. Eyni zamanda Ulu Öndərlə də görüşmüsünüz.
Bax ondan da danışaq. Çünki məncə bu bir tarixdir. O mənim ən unudulmaz bir tarix. xoşbəxt günlərim idi. Bəli, Ulu Öndərimiz mənim 2000-ci ildə biz Ulu Öndərlə ən birinci dəfə 96-cı ildə görüşmüşük. Həmin o yerdə Zaqulba qəsəbəsində yola salma mərasimi Olimpiya oyunlarına. Birinci Olimpiyada mənim 96-da olub. 2000-ci ildə yaxınlaşdı, qolumu tutdu və dedi daş kimidir və çox belə gözəl bir təbəssümlə güldü. O mən ən xoşbəxt və o da mənə xeyir dualarını verdi. O xoş anlarım idi. İndiyə kimi onlarla yaşayan Cənab Prezidentə də çox təşəkkürümü bildirirəm. Bizim rahatlığımız, Azərbaycanın belə rahat yaşamağı, Azərbaycanda belə çox rahat. Mən dünyanın hər bir ölkəsində olmuşam, hər yerdə nəsə insan sıxılır. Doğrudur. Bizdə gecə də çıxa bilirsən, rahat yaşayırsan, heç səni təzyiq yoxdur, xarici ölkədən də özümüzdən. O da bizim prezidentimizin əziyyətidir. Gündüz bəy, təbiətən çox pozitiv insansınız, bu bəlli olur, həyata nikbin yanaşırsınız, hər şeydə bir pozitivlik görürsünüz. Bəs olubmu ki, həyatınızda ruhdan düşdüyünüz anlar, təslim olmaq istədiyiniz anlar baş verir ümumiyyətlə? O olur. Əgər mən desəm o olur, onda mən əsl döyüşçü olmaram. Amma mən anadan gəlmə döyüşçüyəm. Çünki hər bir döyüşçü o yarasız ola bilməz. Onun hardasa yarası olmalıdır. Ürəyində, xəyallarında fiziki yarası olmalıdır. Və o anlarda mənim pozitivliyim daha da üstün olduğuna görə mən o qaldığım o travmada qalmıram. Mən gedirəm, mən yaşamağa can atıram. Təbiəti xoşlayıram. Mən hər zaman təbiətdəyəm. Meşə, dağlar, məsələn, xarici ölkələrdə gəzməyə, hara gedirəm, orada axtarıram harada təbiət. Zaman hansısa gedir, məsəl üçün, abidələrə baxmağa, o da xoşuma gəlir. Amma mən seçirəm marşrutu, gedirəm meşəyə, adam olmayan yerə, məsələn, belə vəhşi təbiətə, heyvanları xoşlayıram. Bəs ümumiyyətlə, yarışlarda artıq kifayət qədər beynəlxalq arenada da, yerli, belə deyim, yarışmalarda da kifayət qədər təcrübəniz var. Sizin üçün qalibiyyət özünü sübutdur, yoxsa nəticədir ümumiyyətlə o qalibiyyət? Bu qədər, belə deyim, əziyyətin, zəhmətin nəticəsidir. O zamanlar, gənc vaxtlarımda, mən 96-cı illərdən yarışmışam. İnki ildə, bu il mənim 54 yaşım olacaq. Axırıncı bir yarışa 50 yaşında çıxmışam. Yubileyimdən sonra Amerikada Arnold Schwarzenegger keçdiyi yarış, Arnold Classic 3 dəfə orada. Siz eyni zamanda həm də bu məşhurlarla da görüşdünüz, o barədə maraqlıdır. Tanışdıq, hə. Çox xoş münasibətlər var. Ronnie Coleman'dır, hər hamısıyla bütün bunlar ulduzlarla görüşmüşəm. O yarışda iştirak edib qalib olmuşam. 3 dəfə o yarışda qalib olmuşam. 22-ci il, 23, axırıncı 20, 22, 23. Orada yəni əlilliyi olan şəxslər yoxdur. Yox, tam sağlamlar. Tam sağlamlar bir yerdə qeyd etdiyim kimi, hə. Qələbə qazanmışsınız. Orada rəqabət apardın. Axırıncı il ola bilər ki, sübut özümə görə. Yəni mən hələ də hərəkətdəyəm. Bu özüm üçün. Amma indi gəlin qayıtmaqsan hansı bir yarışda çıxmağa, bu biraz təbiətə, biraz lirikaya getdim bir bağlıdır çox. Bəlkə yaşdan əlaqədar. Yox, lirika məndə həmişə olub. Biraz nəsə onun üstünlüyü gördüm, nəsə yaşamaq hissi, baxmaq, görmək, yəni insana gələn emosiya hissləri. Amma yenə də çəkir məni harasa bu mübarizə aparmaq. İndi istəyirəm sadəcə özümlə mübarizə aparmaq. Məşqlərə də gedirəm, yenə də çəkilərini işləyirəm. Hələ ki yarışmam, 2 ildir yarışmam, amma ki bəlkə bir-iki də çıxacağım. Maraqlıdır. Ən ağır çəki nə qədər qaldırmışsınız? Ən ağır çəki çox bir zapasla, yəni təmiz bədənə, hər bir şeylə 82 kilo çəkidə mən çoxdan olub, 270-i rahat qaldırmışam sinirdən. 270 kiloqramı belə qaldırmışsınız da. 82 kilo. Ağır, böyük yükdür əslində. O da ən birinci dəfə onu eləmişəm 2000 sonunda və 2004-də və axırıncı dəfə təkrar eləmişəm onu 2010-cu illərdə. Gündüz bəy, ödə çəkini qaldırmamaq şərti ilə, yəni öz çəkimi 82. Yəni öz çəkimi yığıb 300 də eləyə bilərdim. Yəni şans var idi. Bu gün sizcə illər əvvələ baxsaq bu gün cəmiyyətin baxışı necədir ümumiyyətlə bax əlilliyi olan insanlara və ya bir Gündüz İsmayılov olaraq əvvəlki o baxışlar və bu gün qazandığınız uğurlardan sonrakı baxışlar? Özümə görə, yoxsa ümumiyyətlə, həm özünüzə, həm cəmiyyətə. Özümə görə baxanda mən hiss edirəm, çalışmağa lazımdır ki, özümüzü dəyişək.
həyatda uğurum olmasaydı, belə vəziyyət olmayacaqdı. Amma ümumi insanların baxışları, tək mənə yox, qıraqdaşı indi də çoxu, məsələn, evdə haradasa sıxılır. Mən elə hələ adamlar üçün demək istəyirəm, vacibdir cəmiyyətə çıxsın. Onların valideynlər də onlara yazıq gəlməməlidir, buraxmalıdır. Sərbəstlik. Ola bilər ki, buraxsın, belə bir şey olmuş. Mən bir xəstə uşağına istəyirdim, vəziyyəti pis idi, pis gəzirdi. Gəzirdi, yıxılırdı. Mən də onu bir dəfə hətta bir dənə filmdə gördüm. Sözü düzü, mən onu eləyəndən sonra onu filmdə görmüşəm. Filmdə görüb onu eləməmişəm. Mən dedim, gəl bu uşağı aparaq, orada qoyaq, meşənin içində qoyaq, çıx gedək. Mən də qıraqda gəlib gözləyəcəm. 2 saat qoy qalsın orada. Böyle tənbəllik hərəkətində, bəs komplikasıdır. Mən onu idman eləyəndə, məsələn, başım bağlayırdı. Yəni, bu qırmaq üçün belə bir sistemlər var. Mən bunu istifadə edirəm. Biz aralandıq. O uşaq başladı, ağacdan tutuldu, qalxdı, süründü, getdi. Bir neçə metrə o getdi qabağa. O gəldi həmin yerə, harada biz onu gözləyirik, qorxa-qorxa. Ondan sonra onun hava çox yaxşı oldu. Bugünkü gündə məktəbə də gedir, orada bir belə xəstəlikdir, əzələ itirmə. Amerikada bu çox populyar bilməm nədəndir, o mikrob salınmadan olur. Əzələ itkisi olur uşaqlarda, böyüklərdə də olur. Birdən bir əvvəl axsıyır, sonra ayağında zəifliyə gedir də. O vaxtdan ki, mən onu daralanmışam, yəni fiziki naxırıcı gedəndə həmişə bu adam dayanmadan, bunda o diaqnoz var, dayanmadan o naqurskada olmalıdır. Olmasa gənə həmin şey qayıda bilər. Gündüz bəy, amma çox təəssüflər olsun ki, bütün əlilliyi olan şəxslər sizin kimi düşünmür. Yəni, belə deyim, o məhdudiyyətləri fürsətə çevirə bilmir, ümumiyyətlə cəmiyyətə qarışa bilmir, özünü bir insan kimi, cəmiyyətin bir fərdi kimi, bir şəxsiyyət kimi sübut etməkdə komplekslər yaşayıb, belə deyək. İstərdim ki, artıq öz gücünü, həm fiziki, həm mənəvi olaraq gücünü sübut etmiş bir insan kimi o cür əlilliyi olan insanlara tövsiyələrinizi verirsiniz. Tövsiyələr odur ki, açıq mən həmişə sərt danışıram. Bəli. Çünki mən də eşitmişəm elə şeyi. Ana, ata belə desə ki, səndə alınmaz, ona inanmamalı. Tək özünə, qıraqda yox, tək özünə. Heç kim sözünə çıxmalıdır cəmiyyətə, çıxmalıdır çölə. Hətta onu əsilsələr belə, gülsələr belə o gedib yoxlamalıdır. Onu yoxlayandan sonra deyir ki, alındı, alınmadı. Yoxlamalıdır. Çox gözəl. Uğurlar arzu edirik. Çox sağ olun. Allah sizə kömək olsun. Uğurlar arzu edirik. Dəvət etdiyinizə görə. Təşəkkür edirik. Gəldiyiniz üçün minnətdarlığımızı bildiririk sizə. Təşəkkür edirik Gündüz bəy. Bax belə, dəyərli izləyicilər, dəyərli Ayırbi və Dost TV izləyiciləri, bugün çox güclü, həyatsevər, nikbin bir qəhrəmanımızla söhbətimiz baş tutdu. Növbəti buraxılışlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın. Sağ olun, salamat qalın.